Kanalıma xoş gəlmisiniz. Bugün yeni bir vloqa başlayırıq və sizlə birlikdə gedirik Temu bağlamalarımı götürməyə. Bu ayağımda gördüyünüz ayaqqabıları da öncəki Temu sifarişlərimdə almışdım. Vloqda deyil də short hissədə paylaşmışam. Kanalımda shorts bölümündən baxa bilərsiniz. Artıq ikinci dəfədir ki, belə bir vəziyyət yaranır. Kargoları verəndə paketə qoyub vermirlər. Deyirlər ki, Umiko artıq bizə paket göndərmir. Evə dönüb unpacking videosu çəkməmişdən əvvəl fikirləşdim ki, artıq havalar soymağa başlayıb, Atapleini də hələ qoşmadıqlarına görə mən xalçanı sərməliyəm. Başladım bir-bir yerləri təmizləməyə. Xalçaları sərəndən sonra elə bil ki, ev gözümə daha da şirin görsənməyə başladı. Həm evə istilik verir, həm də evin abu havasını dəyişdirir. Kamilya da öz ampulasında sərər-sərməz bütün iquşqaları dağıtdı xalçaya. İndi isə gəldik əsas və ən sevdiyim məsələyə. 2 dənə bu şəkildə bağlamam var. Birində Kamilya üçün, birində özümə aid olan sifarişlərim var. Birinci özümə aid olanlardan başlayaq. Belə bir çanta almışam. Çantanın materialı nabukdandı, amma mən bəyənmədim. Bu gold detallarının rəngi çox dandik dururdu. Həm də ölçüsü şəkildəkindən çox balacaydı. Ümumiyyətlə Temuda olan çantaların 90% belədir. Yəni şəkildə böyük ölçüdə görsənir, amma alanda balacadır. Bundan əvvəlki aldığım çantada gözlədiyimdən çox balaca gəlmişdi. Bu çantanı bəyənmədim. Bu isə son zamanların məşhur olan o Zara model bomber raketidir. Materialı nazikdir, yəni mən bunu bilərəkdən almışdım. Çox qalın bir material gözləmirdim, amma idarə edər, yəni qiymətinə görə məncə çox yaxşıdır. Bunun da materialı nabukdandı və bizim səhifələrdə bu raketi çox baha satırlar. 75-100 manata hətta görmüşəm. Alırsınızsa Temudan alın və bu yoldaşım üçün sifariş etdiyim bir raketdir, peluş formada. Üstünün desenləri çox xoşuma gəlmişdi deyə heç ona soruşmadan aldım. Görək özü bəyənəcək və əyninə olacaq. Bunlar da hədiyyələrdir, hansı ki mən Kamilyanın bağça yoldaşları üçün hazırlayacağam ad gününə görə. Bu arada bir şey bölüşmək istəmişəm. Mən bunu düzəltməyə başlayanda bəzi insanlar irad bildirdilər ki, bəs kimin ad günüdürsə o hədiyyə verməlidir, ad günü olan şəxs verməli deyil. Amma yəni mən məktəbdə oxuyanda da biz yeniyetmə yaşımıza çatana qədər kimin ad günüdürsə o məktəbə şirniyyat və uşaqlara hədiyyə verirdi və siz necə düşünürsünüz? Onlar hələ təzə-təzə dərk eləməyə başlayıblar ad günü nədir və məncə çox sevinəcəklər və bu onlara maraqlı gələcək. Üst geyimini geyindim, dedim əynimdə də sizə göstərim bu formada. Materialı nabukdur, çox qəşəngdir, bəyəndim. Amma mən mağazada koriçnev rəngin geyinmişdim əynimə, sırf o rəngini bəyənmişdim. Xaki rəngi də çox gözəl idi. Amma niyə qara rəngini almışam, hələ də onu bilmirəm. Bir də bu arada qızlar cib hissəsi çox dibdəndir, yəni əl salmaq çox narahatdır. Qol hissənin qutaracağından cibi qoyublar, biraz qabaq hissədə olmalı idi, amma belə çox qəşəngdir. Yoldaşım da bəyəndi və əyninə geyindi. Tam razmeri oldu. Bu oversize olduğuna görə mən S razmer almışdım. Tam razmeridir. Bunda da həmçinin o həmin cib problemi var. Cibi çox dibdən qoyulub, yəni qolun qutaracağından. Gəldik ad günü üçün bazarlıq etməyə. Bazarlığımızı bitirdik. Mən burada olan 2 məhsulu göstərmək istəyirəm sizə. 2 dənə belə qab aldım. Yəni biri meyvə qabı, biri şirniyyat qabı olaraq. Bunu biz Walmartdan aldıq, endirimdə idi. Bilmirəm nə vaxta kimi keçərlidir, amma hələ də davam eləyir. Şirniyyat qabını 7 manata aldıq, meyvə qabını isə 9 manata. Məncə qiymətlərinə görə çox münasibdir. Mənim bu formada meyvə qabı, şirniyyat qabı yox idi məndə. Ayaqsız olanlardan var idi. Yeməkləri hazır edirəm. Salat üçün belə hazırlayıb qoymuşam hər şeyi. Onu indi düzəldəcəm. 3 bacı dolmasının da bibərin badımcanı yağda qızartdım. İndi onu düzəldəcəm. Artıq qalan ətləri isə buzxanaya qoyacağam. Bu formada göstərmək istədim. Düzdür, çoxları bilir, amma bilməyənlər üçün də göstərim ki, ətləri bu formada saxlayanda buzxanada daha az yer qaplayır. Belə həm də çox rahatdır istifadəsi. Bugün artıq qızımın ad gününün səhəridir. Gəldik biz, ona ilk hədiyyəsini aldıq. Moskva Univermağından belə bir qolbaq aldıq. İndi göstərirəm sizə. Bunu Moskva Univermağının 2-ci mərtəbəsində yerləşən mağazadan aldıq. Həmin mağazanın da Instagram səhifəsinin bio hissəsində qeyd edəcəm. Baxa bilərsiniz. Orada qiymətlər çox münasibdir. Həm vaxtda itirmədim, Instagramda görmüşdüm deyə tez getdim bunu aldım.
Çox sevdim bunu. Kamelya gülü formasındadır. Məncə özü də böyüyəndə çox sevə-sevə tağacaq. Sonra isə getdik, dekorasiya işini həll elədik. Bütün istifadə olunacaq dekorları aldıq, şarlar falan və kamelya üçün bir dənə qırmızı don tikdirmişdim. Getdim onu da dərzidən götürdüm. Burada isə gedib biz tortları götürürük. 2 tortdur. Biri ev üçün, biri bağça üçün. Bu dəfə uşaqlar da yeyəcək deyə marsipanlı olsun istəmədim. Sadə belə kremli qaymaqlı tortdur. Balkonda istifadə etdiyimiz belə bir balaca stul var idi. Daha doğru istifadə etmədiyimiz. Onu mən gətirdim qonaq otağında belə küncə qoydum ki, o hissəni dekor olaraq istifadə edeyim və belə bir üstünə süfrə sərəcəm və dekorlarla bəzəyəcəm üstünü. Hədiyyə bağlamaq üçün belə rolonlardan almışam. Evdəki belə karton qutuların üstünü bu rolonla bağlayacağam. Hədiyyə paketi kimi olacaq. Daha sonra o hissədən qoyacağam. Bu hissəyə isə tortları qoyacağam. Yuxarıdan da şarları asacağım. Şarlar helium deyil, sadəcə arxasını skoçla yapışdıracağım. Videonun bu hissəsinə qədər gəlib çatmısınızsa, deməli bu tərz videolar sizə maraqlıdır və bu vlogu da bəyənmisiniz. Ona görə videomu like etməyi unutmursunuz və kanalıma da hələ abunə olmamısınızsa, mütləq abunə olun. Bu vloqla bağlı sizə maraqlı olan sualları yorumlarda yaza bilərsiniz. Mən onları cavablayacağam və gələn vloqlarımızda necə bir şeylər görmək istəyirsiniz, necə bir vloqlar, videolar çəkim sizin üçün, onları da yazsa sevinərəm. Videoda bəzi hissələr var ki, o hissələri tezləşdirmək lazımdır və yaxud kəsmək lazım gəlir. Mən amma bu vloqumda heç düşünməmişdim ki, bu qədər qısa olar. Hal-hazırda vloqu editləyirəm və 10 dəqiqəyə yaxın bir video alınıb. Amma mən bunu editləməyə başlayanda isə 1 saata yaxın bir video idi. Düşünürdüm ki, çox olar sizlər üçün, biraz kəsim. Amma indi baxıram ki, çox az bir müddətli video oldu. Ümid edirəm ki, xoşunuza gələr. Burada da mən göstərirəm ki, siz bu hədiyyə formasında paketləri necə bağlaya bilərsiniz. Mən burada birini bağlayıb göstərirəm. Digərləri isə hazır vəziyyətdə qoyacağam ki, siz görəsiniz necə. Evdə artıq olan karobkalardan istifadə edə bilərsiniz. Dekor üçün çox maraqlı görsənir. Bu arada tort da düzəldə bilərsiniz. Əgər sizdə tort yoxdursa, mayonez qabının arxa hissəsini, yəni üzü aşağı çevirirsiniz. Üstünə krem vurursunuz. Bu qədər sadə. Artıq 4 dənəsini hazırlayıb qutardım belə. Burada da 2 dənə qalıb. Onu da hazırlayıb qoyacağam. Biraz dolu görsənsin. Amma məncə rəngləri falan çox qəşəng tamamlayır süfrə ilə, abo ilə bir-birini. Şarlar da bu rəngdədir. Xaki və bej, koriçnevi. Məncə çox şirindir. Yəni rəngləri də uyğunlaşacaq. Donlarımız qırmızı rəngdə olduğuna görə istədim ki, dekoru biraz soft rənglərdən istifadə edeyim. Və hər şey tamamlandı. Son olaraq bu formada görsənir. Məncə çox qəşəngdir. Yəni bütün dekorlar, hədiyyələr, hər şey çox ürəyimcə oldu. Ümid edirəm ki, Kamelya da bəyəndi hər şeyi. Bağçada olacaq görüntülərini paylaşmaq istəmirəm, çünki orada başqa uşaqlar da olacaq. Bu hədiyyələri düzəltməyi də evdəkilərə tapşırdım qonaqlıqdan sonra. Hazırladıq hamısını. Belə bu formada sabah nə aparacağam tabaqçaya. Salfetka, adnarazı stəkanlar, boşqablar hamısını düzdüm belə içinə.